Hə, uşaqlar, hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə İngiltərə 11-16-cı əsrdə olan mövzudan danışacağıq. Deyir, nə baş verdi? Artıq 5-ci əsrin əvvəllərində Şimali Avropada Alman mənşəli Anglo-Saks tayfaları yaşayırdı. Onlar gəldilər İngiltərəni işğal elədilər. Burada 7 krallıq yaratdılar. Və 9-cu əsrdə də Vikinglər gəlir, digər ərazilər, İngiltərənin yerdə qalan digər ərazilərini ələ keçirirlər və Anglo-Saks tayfa ilə tədricən qaynayıb qarışıb İngilis xalqını yaradırlar. Dedik ki, 9-cu əsrin sonlarında İngiltərədə vahid krallıq yarandı. Aha, normal işğallar yazmışıq. Biz Fransa mövzusundan danışanda nə dedik? Dedik ki, gəldilər Fransa kralı Fransanın şimalında onlara yer verdi. Onlar da orada Normandiya hersoqluğunu yaradırlar. Sonradan 1-ci Vilhelm İngiltərə kralı öləndən sonra deyir ki, o taxtac mənə çatmalıdır. Orada olan iddiası onun İngiltərəyə hücumuna gətirib çıxardı. Yəni Normanların də bu Fransanın şimalında yaşayan Norman hersoqluğunun İngiltərəyə hücumuna gətirib çıxardı. Deyirik ki, 1066-cı ildə Hastings döyüşü baş verdi. Kim idi? 1-ci Vilhelm hücum eləyir İngiltərəyə. Deyirik ki, Londonu tutdu. Eyni zamanda Anglo-Saks qoşunlarını məğlubiyyətə uğratdı, özünü də İngiltərə kralı elan elədi. Normal işğallarının siyasi və iqtisadi nəticələri nə olur İngiltərə üçün? Deyirik ki, ümumiyyətcə kral hakimiyyəti gücləndi, siyasi nəticədən danışırıqsa. Bundan başqa İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu, ölkənin siyasi birliyi möhkəmləndi. Bəs yaxşı, normal işğallarının sosial-iqtisadi nəticələri nə oldu? Heç nə. Daxili və xarici ticarət genişləndi. Eyni zamanda feodallaşma prosesi başa çatdı. Kəndlilərin əksəriyyəti təhkimli vəziyyətə düşdü. Bunlar da normal işğallarının İngiltərə üçün sosial-iqtisadi nəticələri idi. 1-ci Vilhelmin həyata keçirdiyi tədbirlər, yəni dövləti möhkəmləndirmək üçün tədbirlər həyata keçirmişdi. Nə idi onlar? Deyir, məsələn, bütün ölkəni kralın mülki elan elədi. Və dedi ki, bütün zadəganlar İngiltərənin yeganə hökmdarı kimi mənə sadiqlik and içməlidirlər. Yəni sədaqət andı içdirdi. Bundan başqa Roma dövründən sonra ilk dəfə Avropada siyahıyalma apardı. Yəni Vilhelm İngiltərədə əhali və əmlakını siyahıya aldı. Deyirik ki, bu Roma dövründən sonra Avropada aparılan ilk siyahıyalma idi. Bundan başqa deyirik ki, Anglo-Saks kralların dövründən qalmış vergi sistemidir. Bundan başqa kral məhkəməsidir. Bunlar da təkmilləşdirdi. Yəni dəyişdirmir, sadəcə olaraq təkmilləşdirir. İdarəçilikdə də ki, yerliləri kənarlaşdırdı. Bunlar Normanlar idi də. Anglo-Saksları kənarlaşdırır, Normanları gətirdi idarə etməyə. Deyir ki, mülk idarəçilikdir, kilsə idarəçilikdir. Bunlara Normanlarla əvəz elədi. Ümumiyyətcə 1-ci Vilhelmin dövründə İngilisdə kəndlilər hamısı təhkimli vəziyyətə düşdü. Məsələn, Avropada belə bir deyim var idi. Vassalımın vassalı mənim vassalım deyil. O bunlara aidiyyatı yox idi. Çünki bütün feodallar bilavasitə kralın vassalı idi. Deyirik ki, nədir? Bütün əkilən torpaqların 7də 1-i kralın idi. Şəhərlərin demək olar ki, böyük əksəriyyəti kralın mülkü idi. Feodallar neyinirdi? Krala hərbi xidmət edirdi, vergi ödəyirdi. Bu da gətirib kral hakimiyyətinin daha güclü olmasına gətirib çıxardırdı. Yəni 11-12-ci əsrlərdə. Aha, burada yazmışıq ki, 2-ci Henrix 1154-1189-cu illərdə hakimiyyət olub. Bunun dövrü əsasən islahatlarla yadda qalır. Məsələn, məhkəmə islahatı keçirdi. Nə dedi? Dedi, kral məhkəməsinin səlahiyyətlərini genişləndirirəm. Hər bir azad adam müəyyən ödəc müqabilində kral məhkəməsinə müraciət eləyə bilər. Bütün proseslərdə nə olacaq? İclasçılar tərəfindən araşdırılacaq. Bir növ white kral hüquqları yaranmağa başlayır da bunun dövründə. Yəni məhkəmə sistemi təkmilləşdirilir. Bundan başqa 2-ci Henrix hərbi islahatlar keçirdi. Neyinir? Deyir ki, zaten hər bir adam, azad adam əmlakına görə silahı olmalıdır ki, kralın çağırışı ilə yürüşlərdə iştirak eləsin. Amma feodalların hərbi xidmət müqabilini azaldıram. Məsələn, 1 il xidmət eləyəcəksə 6 ay xidmət eləyəcək, əvəzində nə edəcək? Qalxan pul ödəyəcək. Heç ümumiyyətcə xidmət eləmək istəmirsə orduda daha çox pul ödəsin, mən də onun əvəzinə nə saxlayım? Muzluları cəlb edim. Yəni muzlu cəngavərlərdən ibarət ordu yaratmaq istəyirdi 2-ci Henrix. Yəni baron qoşunlarının asıllığını nə etmək istəyirdi? Azaltmaq istəyirdi. Bundan başqa kilsə islahatı da keçirir. Deyir ki, bu o qədər də uğurlu olmur. Çünki nə qarmaq istəyir? Kilsə üzərində kral nəzarətini tətbiq eləmək istəyirdi. Bu da sosial narazılıqlara səbəb oldu. Papa ilə münaqişələr, bəli, deyir ki, artıq 12-ci əsrdə, 13-cü əsrdə İngiltərə ilə Fransa arasında müharibələr gedirdi. Müharibə də nə istəyir? Pul. Pulu da hardan əldə eləmiyorlar? Vergilər hesabına. Başladı İngiltərə kralları papalar üzərinə vergilər qoymağa. Bu da onlar arasında problemə gətirib çıxardı. Papa nə qarır? Deyir ki, İngiltərə kralını mən taxtacdan məhrum eləyirəm.
Bu da qorxur, ona görə də götürür İngiltərə kralı özünü papanın vassalı elan eləyir. Bu da tam əksi baş verir. Ondan sonra feodallar da şəhər əhalisi üsyana qalxırlar və 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası imzalanır. Nə idi bu Böyük Azadlıqlar Xartiyası? Bir növ parlamentin, yəni qanunverici orqanın atası, yəni başlanğıcı. İri feodallara geniş hüquqlar verildi. Eyni zamanda cəngavərlərdə, şəhərlərdə, azad əhalilərdə bunlarda məhdud hüquqlar verildi. Şəhərlərin də mövcud azadlıqları tanındı. Dedi ki, hər bir azad adam nə etməlidir? Bu da ümumiyyətcə kral vassallarından, təbələrindən artıq vergi ala bilməzdi. Bütün azad adamlar da kral məmurlarının özbaşınalıqlarından qorunmalı idi. Amma dediyin eləyirmi kral? Yox. Kral Allahdır, öz dediyin əməl eləmir və bu da bunlar arasında yenidən müharibəyə səbəb olur. 1265-ci ildə parlamentin yaradılması ilə söhbət bağlanır. Yəni ilk dəfə deyirik ki, İngiltərədə parlament nə vaxt çağırıldı? 1265-ci ildə. İri feodallarda, cəngavərlərdə, şəhərlərdə, eyni zamanda ruhanilər bunlardan təmsil olunurdu. Deyirik ki, kral vergiləri ancaq parlamentlə razılaşdırılıb təyin edə bilərdi. Hətta 14-cü əsrdə nə oldu? Qanunların verilməsində də iştirak etmə hüququ qazandı parlament. O Tayler üsyanı. Necə ki biz Fransada keçdik Jaklar üsyanı. Onun kimi də 1381-ci ildə o Tayler üsyanı baş verdi. Səbəbi nə idi? Səbəbi qar ölüm epidemiyası yayılmışdı, əhalinin sayı azalmışdı, işçi qüvvəsi yox idi. Ona görə də amansız qanunlar qəbul eləmişlər. Nə deyirdilər? Torpaq olmayan, gəlir mənbəyi olmayan 12 yaşdan 60 yaşa kimi bütün adamlar aşağı əmək haqqı ilə işləməlidirlər. İmtina edənlərə də ağır cəzalar verilirdi. Bu da nə vardı? Bu amansız qanunlar kəndlilərin vəziyyətini daha da ağırlaşdırdı və üsyanlara səbəb oldu. Və deyirik ki, o Tayler adında bir şəxsin başçılığı ilə kəndli üsyanı başlayır 1381-ci ildə. Əsas səbəbi də nə idi? Feodal zülmü idi, amansız qanunlar, bir də vergilərin artıqlığı. Bunlar da Jak üsyanı kimi xeyirxah kral uğrunda mübarizə aparır. Deyirlər biz kralla görüşək, kralın bizdən xəbəri yoxdur. Hər şeyi açıb ona danışacağıq. Londona yürüş edirlər. Tələblər irəli sürürlər, deyirlər təhkimçilik ləğv olunsun, biyar ləğv edilsin, vergilər azaldılsın. Kral da nağarır. Deyir ki, hilyə ataraq üsyanı yatırır. Amma buna baxmayaraq üsyan nəticəsiz qalmadı. Deyir vergilər bir qədər azaldıldı, amansız qanunlar yumşaldırdı, təhkimçiliyin də ləğv olunması prosesi sürətləndi. Bundan başqa Al-Qızılgür və Ağqızılgür müharibələri var ki, 1455-dən 1485-ci ilə kimi davam eləmişdi. Deyirik, bu iri feodal qruplar arasında olan hakimiyyət uğrunda mübarizə idi ki, sonunda 1485-ci ildə 7-ci Henrik Tudorun hakimiyyətə ələ keçirməsi ilə başa çatmışdı. Yəni İngiltərədə Tudorlar sülaləsi hakimiyyətə gəlmişdi bu Al və Ağqızılgür müharibələri fonunda. 1485-dən 1603-cü ilə qədər hakimiyyətdə olmuşdu. Nə iş gördü 7-ci Henrik Tudor? İşarə eləyək bəli. 7-ci Henrik Tudorun dövründə nə işlər görüldü? Deyirik ki, ümumiyyətcə iri feodallara qarşı mübarizə apardı. Eyni zamanda feodalların hərbi dəstələrini ləğv elədi. Və bununla da nə yarandı artıq? Mütləq monarxiyanın yaranması prosesi başladı. Hətta deyirik ki, zadəganlar da orta təbəqədir. Bunlar üzərində də az vergilər təyin eləyirdi ki, onların dəstəklərini qazansın. 1-ci Yelizavetanın hakimiyyəti. Bəli, deyirik ki, İngiltərə tarixinin qızıl dövrü adlandırılan Tudorlar sülaləsinin sonuncu nümayəndəsi idi 1-ci Yelizaveta. Nə iş gördü? Proteksionizm, yəni yerli də bu istehsalı, eyni zamanda yerli ticarəti himayə elədi. Proteksionizm siyasəti yürütdü və əsas da rəqibi kim idi? İspaniya idi. Yəni İspaniya ilə mübarizə aparırdı, müharibə aparırdı. Nə baş verdi? Hətta deyirik ki, 1588-ci ildə İspaniya ilə İngiltərə arasında müharibə baş verir və orada İspaniyanın məğlub edilməz armada adında dəniz donanması var idi ki, ingilislər tərəfindən darmadağın edildi. Bəli, artıq məğlub edilməz armadanın məğlub edilməsi nəticəsində İngiltərə deyirik ki, Avropanın ən güclü dövlətlərindən birinə çevrildi. Eyni zamanda dəniz ticarətidir, müstəmləkələr uğrunda mübarizədə də mövqeyi güclənir. Və bundan sonra başlayır nə etməyə? İngilis koloniyaları qurmağa. Harda? Şimali Amerikada. Və eyni zamanda Şimali Amerikaya çoxlu səfərlər eləyir. Şimali Amerikadan İngiltərəyə kartof, tütün gətirir.
Amma 1-ci Yezaveta öləndən sonra deyir ki, onun varisi olmadığına görə 1603-cü ildə bunun yerinə Stuartlar sülaləsi hakimiyyətə gəlmişdi.